Salam 44 kanalının dəyərli izləyiciləri, qısa bir fasilədən sonra yenə də sizin qarşınızdayım. Artıq hamı məzuniyyətdən qayıdıb, havalar soyuyub və artıq bu fəsildə biraz incələmə videoları çəkmək həmişə alınmır. Amma yenə də biz fəaliyyətimizə davam edirik. Bu dəfəki videomuzun mövzusu Changan Kyuan Q07 avtomobilidir. Bu avtomobillər ilin əvvəlindən başlayıblar istehsal olunmağa. Ölkəmizdə də hardasa mart-aprel aylarından başlayıblar gəlməyə, lakin son bir neçə aydır ki, bu avtomobillər artıq çox populyar olublar. Demək olar ki, mən hər yola çıxanda ən azı bir 10 dənə bu avtomobillərdən görürəm. Və özümə də maraqlı idi ki, görəsən niyə bu avtomobillər bu qədər populyar oldular. Daha sonra araşdırdım və başa düşdüm ki, Changan həqiqətən də məhz alıcıların istədiyi şeyi onlara verib. Yəni, bu avtomobillər ilk növbədə ailə avtomobillərdir, böyük crossoverlərdir. Ondan sonra hibrid texnologiyası ilə təchiz olunub, plug-in hibriddir, hansı ki, bu onların xeyli qənaətçil olmağına şərait yaradır. Bundan əlavə də avtomobillərin qiymətləri olduqca münasibdir, yəni öz sinifinə görə və bütün bunları birləşdirəndə niyə də olmasın. Avtomobillər bir neçə ədəd komplektasiyalarda olur. Bizim ölkəmizdə ən məşhur komplektasiyalar Honor, Flagship və Flagship Plus komplektasiyalardır. Daha zəif komplektasiyalar da var, amma onlar çox azdılar. Həm də artıq onlarda daha az elektrik məsafəsi olur deyə, komplektasiyaları daha zəif olur deyə və qiymətdə də çox böyük fərq olmadığına görə adətən alıcılar məhz Honor komplektasiyasına daha çox üstünlük verirlər. Yəni zəif komplektasiyalar almırlar. Ona görə də ölkəmizdə Honor və Honordan yuxarı komplektasiyalar daha məşhurdur. Bizim avtomobilimiz də Honor komplektasiyasındadır. Honor komplektasiyasında 1.5 litrli benzin mühərriki var, atmosferik mühərrikdir. Lakin Flagshipdə artıq turbo mühərrik var, komplektasiya eynidir. Bir də Flagship Plus'da artıq yenə də turbo mühərrikdir, lakin onda Flagshipdən fərqli olaraq proyeksiya özəlliyi var ön işıqlardan və sərnişin günlüyünün yerinə də əlavə bir monitor var. Bu avtomobillər qeyd etdiyim kimi qiymətdə də münasibdirlər. Ölkəmizə hardasa 22 min, 24 min dollar civarında gələ bilirlər, yəni komplektasiyadan asılı olaraq və bu sinif avtomobilə görə də məncə bu yaxşı göstəricidir. Avtomobilin xarici görünüşü ilə başlasaq, kifayət qədər müasir dizayna sahibdir. Bütün demək olar ki, yeni avtomobillər oxşar dizaynlara sahibdir. Koreya istehsalçıları da, Avropa istehsalçıları da. Yəni zövq məsələsidir, bəyənib bəyənməmək. Avtomobildə full LED işıqlarla təchiz olunub. Yuxarıdakı dekorativ işıqlardır, lakin əsas işıqlar bunlardır. Bir də qeyd etdiyim kimi Flagship Plus-da artıq DLP texnologiyasından da istifadə olunur, hansı ki, ön işıqlardan proyeksiya özəlliyi var. Avtomobilin məndə olan məlumata görə kapotundan başqa bütün gövdə elementləri sink təbəqəsi ilə korroziyadan müdafiə olunub. Ona görə də məsləhətdir ki, kapota avtomobil alanda qoruyucu plyonka çəkdirəsiniz, heç olmasa yarısına kimi ki, yəni gələcəkdə hər hansısa rəng defektləri ilə mübarizə aparmayasınız. Kyuan Q07-lərin üzərində ya 19-luq ya da 20-lik disklər olur. Bizim avtomobilimizdəki 20-lik disklərdir, lakin daha aşağı komplektasiyalarda 19-luq disklər də olur. Deməli, avtomobildə bu gizli qapı dəstəklərindəndir və yaxınlaşanda belə açılır. Changan Kyuan Q07-də çərçivəsiz qapılar var və şüşələr də 2 qat şüşələrdir, hansı ki, səs izolyasiyasının daha yaxşı olmasını təmin eləyir. Deməli, avtomobil arxadan bu cür görsənir. Biz bagajı açmaq üçün ya buradakı düymədən istifadə edə bilərik, ya monitordan, ya da açardan aça bilərik. Bagajın açılma mexanizmi elektrondur. Changan Kyuan Q07-nin bagaj həcmi 763 litrdir ki, bu da olduqca böyük bagaj həcmidir. Bundan əlavə siz arxa oturacaqları da qatlaya bilirsiniz və bagaj həcmi demək olar ki, 2 dəfə böyüyür. Bagajda 12 voltluq çıxış var, asılqanlar var ki, əşyalarınız tərpənməsin. Bagajın alt hissəsində ehtiyat təkəri yoxdur, nasos var. Bundan əlavə bir ədəd dinamik var burada və demək olar ki, bu qədər. Bagaj yenə də bu düymə vasitəsilə də bağlanır.
Qapını da örtən kimi oturacaq yaddaşdakı pozisiyaya qayıdır. Deməli, avtomobilin salonu çox genişdir. Yəni bir Santa Fe sinfi bir avtomobil olduğu üçün, yəni bir ailə crossover olduğu üçün salonu həqiqətən genişdir. Deməli, burada da müasir avtomobillərdəki kimi bu minimalizm prinsipinə üstünlük verilir. Yəni salonda maksimum dərəcədə az bir şeylər var ki, göz yormasın, az düymələr var. Yəni, demək olar ki, düymələr yoxdur, sadəcə burada şüşələrin qaldırılıb endirilməsidir və s. Yəni, xırda şeylərdir. Bütün əsas funksiyalar köçüb monitora və bu monitor haqqında da az sonra ətraflı videosunu çəkəcəm. Deməli, oturacaqlarımız dəri ilə üzlənib. Bu, ümumiyyətlə, Q07-lərin salonlarında bir neçə rəngdə oturacaqlar ola bilir. Deməli, bizdə standart qaradır. Oturacaqlar elektronik şəkildə tənzimlənir, yaddaş var oturacaqlarda. Hətta sərnişin oturacağı Zero Gravity texnologiyası ilə təchiz olunub. Yəni, ayaqların dəstək hissəsi də var. Sükanımız əlbəttə ki, multi sükandır. Yenə də minimum dərəcədə düymələr var. 360 dərəcə kameranın səsi artırıb azaltmaq, kruiz kontrolun və s. Burada sürətlər qutusunun başlığıdır, idarə eləmək üçün, qabağa, arxaya getmək üçün və dönmə işıqları və yağış idarəsi də bura keçib. Bu hissədə şüşələri qaldırıb endirə bilirik. Qapı məhz bu formada açılır, bu düymə vasitəsilə və qapını bağlayan kimi gördüyünüz kimi yenə də qayıdıram yaddaşdakı vəziyyətə. Burada istifadə olunan materiallar, yəni keyfiyyətli materiallardır, yumşaq materiallardır. Bu aşağıda nisbətən parça kimi bir material var, yuxarıda dəridir. Yəni buralar da hamısı dəridir. Demək olar ki, əl vurduğunuz bütün yerlərdə məsələn dəri var. Yəni kifayət qədər xoş materiallardır. 2 ədəd stəkanlığımız var. Burada naqilsiz şarj özəlliyi var. Telefonu qoyursunuz bura. Hava deflektorları buradadır. Niyəsə bilmirəm, bu nə qədər rahat bir funksiyadır, amma yenə də mexaniki şəkildə idarə eləyə bilirik havanın istiqamətini. Dirsək altlığımız var ki, olduqca böyükdür, çox da dərindir və əlbəttə ki, mərkəzdə də monitorumuz var. Qeyd eləmişdim ki, məhz bu Flagship Plus komplektasiyasında sərnişinin günlüyünün yerinə burada bir ədəd də monitor var və belə avtomobilimiz panoramik tavanla təchiz olunub. Tavanın bu qoruyucu parçası var. Yəni onu da açıb bağlaya bilirik, amma tavan özü açılmır. Burada da sürücü günlüyümüz var, işıqla təchiz olunub, güzgümüz var, proyeksiyamız var. Bütün komplektasiyalarda proyeksiya var. Proyeksiyadan da artıq sizə lazım olan məlumatı görə bilirsiniz. Yəni buradakı məlumatları artırıb azalda bilirsiniz. Yəni ancaq sizə sürət lazımdırsa sürəti görürsünüz, yoxsa digər funksiyalar lazımdırsa onları da görə bilirsiniz. Avtomobildə registratorumuz var. Registrator avtomobil həm hərəkətdə olanda, həm də parkinq vəziyyətində olanda görüntünü yazır. Yəni gecə siz avtomobili saxlayanda yenə də görüntü yazılır və bu görüntünü lazım olanda da hər hansısa bir xarici diskə də köçürdə bilirsiniz. Avtomobildə 360 dərəcə kamera var. Olduqca keyfiyyətli görüntüdür. 8 ədəd kamerası var. Yəni hər tərəfi də rahat şəkildə görə bilirsiniz. Bu bizim monitorumuzun deməli ana ekranıdır. Buradan avtomobili belə döndərə bilərik. Eyni zamanda müəyyən funksiyaları da buradan idarə edə bilərik. Məsələn, bu şüşəyə bassaz, bu şəkildə şüşəni qaldırıb endirə bilirsiniz. Buradan bagajı da aça bilirsiniz. Benzin qapağını da buradan aça bilirsiniz və s. Deməli, monitorumuzun alt hissəsində klimat bölməsi yerləşdirilib. Bu mərkəzdəki düymə ilə artıq klimatın, yəni havanın istiqamətini, avto, kondisioner və s. bu rejimləri aktivasiya edə bilərik. Eyni zamanda havanın gücünü artırıb azalda bilərik və ya tam söndürə bilərik və bu tərəfdən də temperaturu idarə edə bilirik. Bu menyudan da biz oturacaqların qızdırılıb soyudulma funksiyasını idarə edə bilirik. Yəni gördüyünüz kimi qabaq 2 və arxa 2 oturacaqda da həm ventilyasiya, həm də isidilmə özəlliyi var. Deməli, bagajı bu düymə vasitəsilə aça bilirik. Uşaq kilidi var, hansı ki, arxa qapıların içəridən açılmasının qarşısını alır. Sirkulyasiya özəlliyidir və burada da sürüş rejimləri var. AI-da avtomobil özü qərar verir, benzin və ya elektrik istifadə eləsin. İkinci, yalnız elektrik rejimidir və üçüncüsü də
hibrid rejimidir. Yəni həm benzin, həm də elektrik. Yuxarıdan aşağı gələndə burada ekranın parlaqlığını, səsini idarə edə bilirik. Yenə də baqaj qapağının açılması, benzin qapağının açılması, şüşələrin qatlanması, tənzimlənməsi və bunun kimi özəlliklər var. Eyni zamanda bu qabaq şüşə silənləri də buradan idarə edə bilirik. Avtomatik rejim və s. Hətta gücünü də, onların sürətini də buradan tənzimləyə bilirik. Deməli, burada avtomobilin yürüş məsafəsini göstərir, yəni nə qədər qalır. Məsələn, benzinlə hal-hazırda 427 km gedə bilərik, elektriklə də 104 km sürət var, təkərlərin havası var. Burada ümumi yürüş və sərfiyyat göstərilir. Çöldəki havanın temperaturudur və s. Bu avtomobilin əsas menyusudur. Qeyd edeyim ki, bu avtomobillərin monitorunda Android Auto və CarPlay yoxdur. Bəzi proqramları sonradan yaza bilirsiniz, xəritə kimi və s. Və zavoddan bu monitorlar Çin dilində gəlir. İngilis dilini artıq sonradan yükləmək lazımdır. Bu registrator bölməsidir. Gördüyünüz kimi 4 tərəfdən də görüntünü alır. Avtomobildə hətta Çindəki görüntülər belə var. Bu da avtomobilin hətta Çindəki görüntüləridir. Əsas menyulardan biri də məhz bu avtomobil düyməsinin üzərindədir. Burada artıq avtomobillə bağlı bütün hər şeyi idarə edə bilirik. Deməli, avtomobilin sükanının sərtliyini, tormoz reaksiyasını. Deməli, bu çanqanlarda belə bir funksiya var ki, siz açarla avtomobilə yaxınlaşanda qapılar açılır, uzaqlaşanda da bağlanır. Və bu funksiya hərdən bezdirici ola bilər deyə buradan söndürüb və yaxud istədiyiniz vaxtı qoşa bilirsiniz. Yəni, buradan onları idarə edə bilirsiniz. Burada da zolaq tutma funksiyasını, avtomobilin ESC sistemini, eyni zamanda yoxuş enmə funksiyasını tənzimləyə bilirik. Deməli, burada da kruiz kontrolun və s. özəllikləri idarə edə bilirik. Gördüyünüz kimi zolaq tutma özəlliyidir. Akustikanı buradan idarə edə bilirik. Akustikanın müxtəlif rejimləri var. Bu avtomobillərdə 16 ədəd dinamik olur. Bu proyeksiyanı idarə etmək üçündür. Məlumatları azaldıb artıra bilirik. Yəni sizə hansı məlumatlar lazımdırsa onları proyeksiyada göstərir. Və bu monitor da müəyyən bucaq altında dönə bilir. Yəni həm sürücüyə tərəf, həm sərnişinə tərəf və yaxud yalnız mərkəzdə saxlaya bilirik. Və buradan da artıq nə qədər dərəcə dönməyini özünüz idarə edə bilirsiniz. Məsələn, biraz özümə tərəf döndərmək istəsəm bu şəkildə döndərirəm. Deməli, bu Wi-Fi hissəsidir. Bu avtomobilin proqram təminatı hissəsidir. Birinci versiyada hələ yenilənməyib və buradan da artıq avtomobili işə salmaq üçün müxtəlif rejimlər var. Məsələn, yalnız benzin mühərrikinin işə düşməsini istəyirsinizsə, buradan onu idarə edə bilərsiniz. Deməli, bu hissədə də siz avtomobilin ümumi yanacaq və elektrik sərfiyyatını görə bilərsiniz. Məsələn, bu birinci avtomobil alınandan bu yana, yəni 1706 kilometr boyunca olan sərfiyyatı göstərir. Məsələn, 108 saat idarə olunub. Ümumi yanacaq sərfiyyatı 6,1 kilometr olub. Bu da ki, elektrik sərfiyyatıdır. Bu isə son şarjdan bu yana olan sərfiyyatdır. Deməli, hal-hazırda bu batareyanın faizini göstərir, 66%dir və bu real göstəricilərdir. Bu isə yəni ideal şəraitdə olan göstəricilərdir. Yəni avtomobil ən ideal şəraitdə maksimum 134 kilometr, hal-hazırda 66% enerji ilə gedə bilər. Lakin daha real 104 kilometr yəni sürə bilərsiniz. Deməli, Qion Q07-nin arxa oturacağındayam. Gördüyünüz kimi dirsək altlığı var, 2 ədəd stəkanlıqla. Oturmaq çox rahatdır. Arxa oturacaqlar da olduqca genişdir. Gördüyünüz kimi bir xeyli diz məsafəm, eyni qədər də baş məsafəm var. Yəni oturmaq rahatdır. Deməli, mən buradan həm şüşələrin qaldırıb endirə bilirəm, həm bel hissəni tənzimləyə bilirəm, həm də ki, bu panoramik tavanın da qapağını açıb bağlaya bilirəm. Dinamik var, burada əşyalarınızı qoymaq üçün yerlər var. Ön oturacaqlarda ciblər var ki, orada əşyalarınızı qoya bilərsiniz. Burada mərkəzdə hava deflektorları və bir ədəd USB Type-C çıxışıdır. Və burada belə bir masa da var ön oturacaqda. Düzdür, adətən, məsələn, daha premium avtomobillərdə
bu S-Class-da və 7-ci seriyada olan özəlliklərdən biridir. Lakin onlarda bu masa digər sərnişin oturacağının arxasında olur. Amma nədənsə Changan belə qərar verir ki, məhz burada olsun və bəzən bu masada işləyəndə məhz qabaq oturacaq da əsə bilir. Bilmirəm bu sürücüyə nə qədər komfortlu olacaq, amma istənilən halda burada masa da var. Yəni masanın üstündə notebook və s. qoyub istifadə edə bilərsiniz. Bu şəkildə də bağlanır. Burada da oturacaqların qızdırılması və soyudulması funksiyası var, lakin onlar arxadan idarə olunmur, mərkəzdəki monitordan idarə olunur. Deməli, Changan Kuyan Q07-nin kapotunun altında 1.5 litrli mühərrik var və elektrik mühərriki var və bütün bu konstruksiya məhz bu plug-in hibrid texnologiyasını təmin eləyir. Bizim komplektasiyamızda, yəni Honor komplektasiyasında və daha aşağı komplektasiyalarda 1.5 litrli atmosferik mühərrikdir. Lakin Honor'dan yuxarı komplektasiyalarda, yəni Flagship və Flagship Plus-da artıq 1.5 litrli turbo mühərriklər olur. Bu mühərrik demək olar ki, bütün Changan xəttindəki avtomobillərdə olan mühərrikdir. Hətta A05-də olan mühərriklə eyni mühərrikdir. Deməli, 1.5 litrli atmosfer mühərrikdə 98 at gücüdür və ümumilikdə 322 at gücüdür, yəni elektrik mühərriki ilə birlikdə. Turbo mühərrikdə isə yalnız benzin 150 at gücüdür, lakin ümumilikdə 374 at gücüdür. 0-dan 100-ü də 7.68 saniyə civarında yığır. Bu mühərrik zəncirli mühərrikdir, amma internetdə və digər mənbələrdə hələ ki zəncirin nə vaxt dəyişilməyi, ümumiyyətlə dəyişilməlidir və s. bunlar haqqında məlumat yoxdur. Avtomobilin yanacaq sərfiyyatı, yəni şəhər daxilində hardasa 4 litrdir ki, bu da bu ölçülərdə avtomobil üçün məncə olduqca qənaətçil bir göstəricidir. Yəni çox qənaətçil avtomobildir. Batareyalara qalanda burada iki variantlar var. Yəni 145 kilometrlik variant var, bir də 215 kilometrlik variant var. Düzdür, 145 kilometrlik variant ölkəmizdə çox azdır və demək olar ki, onları gətirmirlər. Əsasən 215 kilometrlik variantdır bütün avtomobillər. Bizim avtomobilimiz də ondandır. 145 kilometrlik variantda 21,5 kilowattlıq batareyadan istifadə olunur. Hansı ki, bu da ev şəraitində demək olar ki, 3 saata, lakin fast charge-la 30%-dən 80%-ə 15 dəqiqədə dolur. 215 kilometrlik versiyada isə, yəni hansı ki bu maşınlar daha çoxdur, 31.7 kilowattlıq batareyadan istifadə olunur ki, onun da ev şəraitində yəni tam şarj olunması 4 saat yarım kimi vaxt alır və o da 30%-dən 80%-ə fast charge özəlliyi ilə 15 dəqiqəyə enerji yığır. Tam çən və tam elektrik enerjisi ilə bu avtomobil demək olar ki, hardasa 1200-1300 kilometr gedə bilir, yəni ümumilikdə. Düzdür, yalnız elektrik məsafəsi ilə zavoddan 145 və 215 kilometr kimi göstərilir, lakin praktikada bu hardasa 30 kilometr daha azdır. Çünki siz şəhərdə sürəndə istər-istəməz işıqlardan istifadə edirsiniz. Bunun proyeksiyası var, bəzən sürətlənirsiniz və s. və bu da müəyyən qədər enerjidən istifadə edir. Ona görə də məsələn 215 kilometrlik variantda real məsafə sırf elektrik hesabına hardasa 180 kilometr kimi təşkil edir. Deməli, bu avtomobilin sahibi avtomobili avqust ayında alıb və alandan da cəmi ikinci dəfədir ki, benzin töküb bu avtomobilə və ikinci benzin hələ bitməyib. Yəni avtomobilə ümumiyyətlə benzin mühərrikini avtomobil çox az işlədir. Ümumiyyətlə əsasən elektrik hesabına gedir
və ona görə də demək olar ki, burada benzin mühərrikinin yağını da o qədər tez-tez dəyişməyə ehtiyac yoxdur. Düzdür, 6 aydan bir onsuz da bütün avtomobillərin yağının dəyişməsi məsləhət görülür. Yağ da burada 0.16 yağından istifadə olunur. Bir də ki, belə bir məqam var ki, məsələn, Changan qeyd edir ki, bu avtomobillərdə 92 oktanlı benzindən istifadə eləmək olar. Lakin mən dünən sırf marağa axtarış elədim ki, bu avtomobilin bir mühərrikin, daha doğrusu sıxılma nisbətini öyrənim və sıxılma nisbəti 16-nın 1-ədir. Hansı ki, artıq 16-nın 1-in nisbətdə maksimum dərəcədə yüksək oktanlı benzindən istifadə eləmək lazımdır. Lakin niyəsə Changan məhz 92 oktanlı benzini məsləhət görür bu avtomobillərə. Bu avtomobildə 95 oktanlı benzin istifadə olunur. Baxmayaraq ki, atmosfer mühərrikdir, lakin avtomobil sahibi qeyd edir ki, turbo mühərriklərdə 95 daha məsləhət. Avtomobil kifayət qədər hündürdür. Yəni hündürdə oturursunuz. Ətrafı rahatlıqla görə bilirsiniz. Yan güzgülər olduqca böyükdür. Eyni zamanda bu yan güzgülərdə həm də kənardan avtomobillər gələndə xəbərdarlıq da var və bu dəqiqə mənim qarşımda proyeksiyada da bütün yolu görə bilirəm. Yəni yoldakı avtomobilləri, park olunmuş avtomobilləri belə proyeksiyada görüntüdə göstərir. Sürəti görürəm, eyni zamanda nişanları da oxuya bilir. Yəni olduqca rahat bir funksiyadır. Avtomobilin sükanı çox yumşaqdır. Qeyd edim ki, avtomobilin özü də çox yumşaqdır. Yəni askı sistemi çox komfortludur və avtomobil çox yaxşı da sürət yığa bilir. Hal-hazırda biz AI rejimində gedirik. Yəni həm avtomobil özü artıq təyin edir ki, benzin yaxud elektrik hərəkət edək və s. Askı sistemində burada öndə McPherson dayaqlarıdır, asılı olmayan, çöldə də, arxada da deməli çox linqli askı sistemidir. Avtomobil çox komfortludur, yenə də qeyd edirəm ki, amma artıq bu askı sisteminin dözümlülüyünün yenə də deyirəm bilmirik, çünki avtomobillər təzədir. Qeyd edim ki, bu avtomobillərdə yalnız yaylı askı sistemlərindən istifadə olunur, yəni pneumatik askı sistemi yoxdur Q07-lərdə. Bizim avtomobilimiz Honor komplektasiyasındadır, lakin Flagship Plus komplektasiyasında artıq adaptiv amortizatorlar var, hansı ki, qarşıda avtomobil maneə ya nahamarlıq hiss eləyəndə amortizatorlar bunu başa düşür və avtomobil həmin nahamarlıqdan düz keçir. Gövdəyə çox hərəkət vermədən. Sport rejimi qoşmaq üçün gərək buna gedim. Buradan idarə edə bilməm. O narahatdır da. Bir dəfə qoyursan şurada, yəni podcanda maşını sporta qoyursun. İndi yolda mənə bir vayda ablan elədim, mən ona göstərməliyəm axı. Bir vayda belə də göstərə bilərsən. Avtomobilin səs izolyasiyası da olduqca yaxşı səviyyədədir. Məsələn, biz Səftafordan qalxanda yanımızda maşınlar çoxdur, onlar da sürət yığırdılar. Bu dəqiqə salonda ancaq kondisionerin səsi də olan. Avtomobilin manevr qabiliyyəti pis deyil, sükana reaksiyası, lakin çox belə kəskin manevrlər eləyəndə biraz kozada əyilmə var. Amma istənilən halda bu sport avtomobil deyil, idman avtomobili deyil, şəhər crossoveridir. Məncə bu boyda ölçülərə bağışlamaq olar. Amma avtomobil çox yaxşı sürət yığır. Yəni deyirəm, biz hal-hazırda yalnız elektrik hesabına getmirik, qarışıq rejimdə gedirik, yəni AI rejimində. Yəni çox yaxşı sürət yığır. Hal-hazırda zolaq adaptiv cruise control aktivdir və avtomobil özü hərəkət edir. Mən nə sükanı tuturam, nə də qaza basıram. Bu proyeksiyada da avtomobilin
zolağını göstərir.请轻转方向盘， Hal-hazırda proyeksiyada 请控制车辆， əlini sükana qoy. Yəni ki, müəyyən bir vaxtdan bir əlini qoymaq lazımdır sükana. İndi yenə buraxıram, yenə özü gedir. Hal-hazırda qabaqda maşınlar var və avtomobil özü başa düşür bunu və özü də tormozluyur. Onlar tərpənəndə də biz tərpənirik də. Hələ tormoza basmamısan ha? Ya, mən vəbşə basmamışam.请控制车。 Avtomobildə sürətlər qutusu e-CVT tiplidir. Yəni bu demək olar ki, müasir dövrün bütün hibrid avtomobillərində olan sürətlər qutularındandır. Hansı ki, Prius'larda da var, Ford Fusion'larda da var, BYD-də də, Changan'da da demək olar ki, hamısı eyni texnologiyanı istifadə edir. Məndə olan məlumata görə bu sürətlər qutusu Changan'ın öz istehsalıdır. Yenə də deyirəm, dözümlülük barədə hələ ki heç bir məlumatımız yoxdur, amma yəni, avtomobildə sürətlər qutusunda heç bir pillə olmadığından biz yalnız bir pillə ilə hərəkət edirik və hərəkət olduqca komfortludur. Və məsləhət görülür ki, bu sürətlər qutusunun da yağını hardasa hər 60 min, 80 min kilometr aralığında dəyişəsiniz. Adətən CVT-lər, e-CVT-lər dözümlü olurlar. Amma yenə də praktika bizə göstərəcək. Onu da qeyd eləmək lazımdır ki, baxmayaraq ki, bu kifayət qədər böyük ölçülü şəhər crossoveridir. Lakin təəssüf ki, Changan Q07-lər hələ ki, yalnız ön ötürücülü avtomobillərdir və bəlkə də ola bilsin, gələcəkdə artıq tam ötürücülü Q07-lər də olsun, lakin hələ ki, yalnız ön ötürücülü avtomobillər istehsal olunur. Amma bayaqdan benzin motoru ümumiyyətlə qoşulmayıb. Deməli, ehtiyac görmür də. Deməli, 360-ı basırıq, parkinqə basırıq. Yəqin ki, avtomobil bizdən 请往 parkinqə 前开，正在找车位。 tapmaq istəyəcək. Avtomobil tamamilə özü hərəkət edir. Mən yəqin ki, indi tormoza basacağam. Yox, özü basır. Və özü də parkinqə 泊车已完成， yəni avtomatik parkinqdə bu cür işləyir. Bu da avtomobil özü parkinq eləyəndən sonra sağdan soldan eyni qədər məsafə saxlayıb. Arxada da müəyyən qədər məsafə var. Gəldik çatdıq videonun sonuna və artıq başa düşdük ki, Changan Kuyan Q07-nin kifayət qədər maraqlı özəllikləri var, kifayət qədər müasir özəllikləri var. Üstəlik avtomobilin qiyməti də sinifinə görə olduqca münasibdir, çox qənaətçil, çox geniş avtomobildir və bütün bu səbəblərdən də bu avtomobillər ölkəmizdə son aylarda xeyli populyar olub, alıcıları cəlb edir və s. Lakin avtomobilin dözümlülüyü, onun gələcəkdə təmiri və s. texniki məsələlər hələ özünə tam cavab tapmayıb deyə artıq alıb-almamaq sizə qalmış bir şeydir. Yəni artıq öz riskinizə alırsınız bu avtomobilləri. Bu qədər dəyərli izləyicilər, gələn videolarda görüşənə də kanala və sosial media hesablarımıza da abunə olmağı unutmayın. Sağ olun.